Ümid edirəm izahımı bəyənərsiniz. Gəlin başlayaq suallarımızın izahına. İlk sualımızda belə deyir ki, düzbucaqlının eni 24 cm olub. Uzunluğunun 7/3 hissəsinə bərabərdir. Düzbucaqlının perimetrini tapın. Burada çox şagird belə düşünə bilər ki, 24-ün 7/3-ünü tapıb bunun uzunluğunu tapırıq. Amma xeyr, elə deyil. Çünki biz 24-ün 7/3-ünü tapdıqda, yəni ümumiyyətlə ədədin hissəsini tapdıqda məxrəcə bölüb surətə vururuq. 24-ü də, daha doğrusu 7-yə tam bölmək olmur. Buna görə də dəyərli şagirdlər, mən burada 7/3 hissəsi 24 olan ədədi tapacağam. Gəlin indi sizlərlə birlikdə tapaq. Bu zaman əksini edəcəyik. Yəni ədədi surətə bölüb məxrəcə vuracağıq. 24-ü də belə yazım. 24-ü bölürəm 3-ə 8, 8-i vururam 7-yə 56. Belə yazdım. 56 deməli bunun uzunluğu 56, eni isə 24-dür. 56 ilə 24-ü toplayarıq. 56 üstə gəl 24 edir. Bir saniyə. Edir 80. 80 də vurarıq 2-yə, olar 160 dəyərli şagirdlər. Yəni doğruca burada B variantı olmuş olacaq. Videomu sona qədər izlədiyinizə görə təşəkkürlər. Əgər hələ də videoma like atmamısınızsa və kanala abunə deyilsinizsə, abunə olmağı unutmayın. Ümid edirəm ki, bu video sizin üçün xeyirli oldu.